Gəlin Azərbaycan Handbol Federasiyasının mətbuat xidməti ilə bağlı bir insidentə qısaca nəzər salaq. Deməli, idman.biz portalı ölkəmizdə bir vaxtlar çox sevilən, amma indi deyək ki, biraz unudulan handbolu yenidən gündəmə gətirmək istəyib. Amma federasiya rəsmisindən açığı çox qəribə və qeyri-adekvat bir reaksiya ilə qarşılaşıblar. Görək nə baş verib? Əsas məqamlar bunlardır. Birincisi, portal əməkdaşı handbolun vəziyyətini öyrənmək üçün Federasiyanın mətbuat xidmətinə zəng edib. Sadəcə bir müsahibə istəyib. Amma təsəvvür edin, cavabında kobudluq və hörmətsizlik görüb. İkincisi, bu xoşagəlməz münasibət jurnalist deyəndə ki, Azərbaycan mətbuatında handbola elə də çox yer verilmir axı, daha da pisləşib. Federasiyanın nümayəndəsi bu fikirlə razılaşmamaqla qalmayıb, hətta demək olar qışqıraraq jurnalistin yaşına işarə edib, yəni bildiyimiz yaş ayrı seçkiliyinə yol verib. Və nəhayət, idman.biz portalı təbii ki, bu davranışı çox sərt şəkildə pisləyib. Hətta deyiblər ki, bu heç Azərbaycan kişisinə yaraşan hərəkət deyil. Federasiya rəhbərliyinə də bir növ mesaj göndəriblər ki, mətbuat xidmətinizə diqqət yetirin. Çünki belə hallar həm sizin imicinizə, həm də ümumiyyətlə handbolun inkişafına ziyandır. Yəni başa düşürsünüz də, handbolu təbliğ etmək kimi yaxşı bir təşəbbüs, media ilə normal işləməli olan bir qurumun qeyri-peşəkar rəftarı üzündən uğursuzluqla nəticələndi.